Salam, hörmətli icraçı. Mən hüquqşünas Zaur Seyidzadəyəm. Pensiyaçılara, əlilliyi olan şəxslərə, eyni zamanda əlilliyə qulluq edən şəxslərə bir neçə şərt xəbər çatdıracağam. Hörmətli icraçı. Diqqətinlə baxın ki, hər şey aydın olsun. Amma əvvəlcə sizdən xahiş edirəm ki, hörmətli icraçı, videonu bəyənin. YouTube kanalına abunə olun. Dəfələrlə deyəm, yəni insanlar az bəyənir. Dəfələrlə deyən ki, mən özüm əlilliyi olan şəxsəm, əlillik arabasındayam. Dünyanın 40 tanınmış əlilləri haqqında kitab hazırlamışam. Satıram, videonu bəyənin, qoy hamı bilsin. Eyni zamanda telefonla hüquqi yardım göstərirəm. Geri gəlmişkə, Ramazan ayında telefonla və yəni hüquqi yardım göstərilməsi 10 manatdır, ərzələrin yazılması 30 manat, qoy hamı bilsin. Amma bəyənmirsiniz, az adam bəyənir. 30 nəfər, 50 nəfər adam bəyənir. Bunu heç olmasa 1000 nəfərə çatdıraqda hörmətli icraçı zəhmət olmasa. Bəyəni keçdi mövzuya, şərt xəbərə. Birinci şərt xəbər ondan ibarətdir ki, mart ayının pensiyası 2026-cı il Abşeron, Bakı şəhəri, bir də Sumqayıt şəhəri üzrə ayın 6-sı verəcək. Və ayın 27-si verən müavinətlər təqaüddə verəcək mart ayının 13-cü. Hörmətli icraçı, qoy hamı bilsin. Sosial yardımcı hamısı bir yerdə, yəni martın 13-cü verəcək. Bunu bilin, bayram münasibəti nə? Bir şərt xəbər ondan ibarətdir. Digər şərt xəbəri də qeyd edən zəhmət olmasa video axıra qədər baxın. Bir neçə şərt xəbər var, hörmətli icraçı. Bilirsiniz ki, kimin pensiyası artıq ödənmişdirsə, son 3 il dövlət tutulur, alıdır həmin vətəndaşlar məhkəmə qərarı əsasında. Amma indi Ombudsman Sabinə xanım Əyubova təklif edir ki, bunu bir il endirsinə. Yəni son bir il pensiyası ala bilərlər. İndi qanun parlamentdə müzakirə olunur, yəqin yaxın günlərdə təsdiq olunur bu təklif inşallah. Digər məsələ ondan ibarətdir, hörmətli icraçı. Bu hərbi xidmətdə olanlarla bağlıdır, təhsil alanlarla bağlıdır. Ali təhsil, orta təhsil, texnikum təhsil alanlar, xarici təhsil alanlarla bağlıdır. Diqqətlə baxın, hörmətli icraçı. Yəni qeyd olunur ki, 2006-ya qədər kim təhsil alıbsa, o da əmək stajına daxildir. Amma hərbi xidmətdə olanlar, günü bu gün də hərbi xidmətdədirsə, o da əmək stajına daxildir. Nəzərə alın. Bundan əlavə qeyd edin ki, birinci qulluq edənlər əmək stajına daxildir. Eyni zamanda 70 yaşından yuxarı şəxsi kim qulluq edirsə, o əmək stajına daxildir. Hörmətli icraçı.